İndi qızları yarışa soxublar kişilərlə və qadınlarımız da xoşbaxtlığını itirib. Kişilərimiz də kişiliklərini itirəcəklər belə getsə. Çünki kişiyə üstünlük duyğusu lazımdır. O üstün olmasa o kişi ola bilməyəcək. Sən onu üstünlükdən məhrum edirsən, fəlsəfi olaraq məhrum edirsən. O nətər öz restorana gedib əlini cibinə salacaq? O nətər qadınına çiçək alacaq? Yoxsa indi də qadınlar mı çiçək alacaq kişilərə? Siz necə bir dünya təklif edirsiniz? Tamam, siz başınızı çaşdıra bilərsiniz, amma siz fitrətinizi çaşdıramazsınız. Qadınlar yenə də özlərindən boycu yüksək, daha ağıllı, daha tədbirli, daha güclü erkəklərə aşiq olacaqlar. O həmişə üstünlük axtarır. Çünki qadın gözəldir, kişi isə üstün olmalıdır ki, qadın ona aşiq olsun. Ona öz taleyini tapşıra bilsin. Bu bizim fitrətimizdir.